Ay, səhər-səhər oyandım. Manzara. Təzə ev aldıq. Əlcil köçdü. Onlar yurt dışına getdilər ya. Duram biraz televizor izləyim. Ay, ya da televizor yox, yemək yiyeyim. Oy, yemək. Oh, все. Tardı. Toyuğun axırı biraz pis oldu. Bir imama gedim. Ona baxacam görüm nə olubdu ona. Qapını kilitləyim. İmam sana kilsə elə yaxşı ki buralardadır onun evi də. Ah, evdədir. Evdə deyəndə kilsədə. Salam. Mən bir dənə sən bir olay danışacağım, yəni hadisə imam. Orada oturam. Yaxşı. O vaxt deməli Kənan deyə adlı və mənim adım Çınardır. Kənan adlı bir uşaq var idi. Mənim yanımda işləyirdi Burger King-də. O şeylədi. Biz çalışanda bir dənə toyuq gəldi və dedi ki, mənə uşaq menusu verin. O uşaq menusunda da yeyəndə başı yandı. Onu apardıq həkimə. Həkim müalicə eləyə bilmədi. Müalicə eləyə bilmədiyinə görə öldü. O öldüyünə görə də yəni sizdən nəsə öyrənmək istəyirəm. Bu nə ola bilər? Nətər bunun başı yanıbdı? Və nə edə bilərəm mən buna? Nətər həyata keçirə bilərəm? Çox üzüldüm. İlk hamza dediklərimi yerinə yetirsən, həyata öndürə bilərsən. Yaxşı. Nə edəcəm? Deyileyim. Səndən kitabxanadan gizli bir kitab istəyirəm. Bu kitab qırmızı rəngli bir kitabdır. Onu mənə gətir. Yaxşı. Gətirəcəm imam. Ay, gecə də olubdu ki. Ay, çox yorğunam. Səhər durandan. Gedim kitabxanaya. Özel bir şey var dedi. Yolda da adamlar var. Çarpacağım onlara. Bunlar nədir? Haradaydı bu kitabxana? Starbucks'ın yanındaydı. Bura. Buralara baxaq. Gizli yer yoxdur burada. Buradaydı. Yoxdur ki buralarda. Haradadır görəm bu. Yuxarılarda qəribə bir yer var. Bura ola bilər. Oha, bir kitab var həqiqətən də. Həqiqətən də. Ay, aldım kitabı. İndi gedim imamın yanına. Görən nə üçün istifadə edəcək bu kitabı? Gedirəm. Çox az qaldı. Gəldim. Kitab oxuyur. Oturum mən. Qoy gözləyək. Aha, durdu. Nə oldu evlat? Gətirdim. Aldın kitabı. Bəli, gətirdim. Əmi. Yeməsin hələ. Alın. Hə, nə oldu? Aha, tam istədiyim kitab budur. Səninlə mən bir yerə getməm gərək.